Deməli dostlar, yarım keçiricilərə aid 67 və 68-ci sualları nəzərdən keçirəcəyik bugün. 67-ci sualda gördüyünüz kimi bir elektrik dövrəsi verilib və dövrəmizdə rezistorlar var. Hər birinin müqaviməti 3 ohmdur və bir də yarım keçirici diodumuz var və mötərizədə qeyd olunub ki, diod idealdır. İdealdır demək o deməkdir ki, keçiriciliyi yüksək səviyyədədir. Və biz bilirik ki, elektrik cəryanı müsbətdən başlayır, mənfiyə doğru gedir, düzdürmü? Yarım keçirici diodun da istiqaməti, bu oxun istiqaməti cəryan istiqamətini göstərdiyinə görə deməli bu düz birləşmədir. Və ideal vəziyyətdə bir diod olduğuna görə deməli biz bu xəttə boş xətt kimi baxa bilərik. Hansı ki, yəni heç bir müqaviməti yoxmuş kimi baxa bilərik. Deməli keçiricilik yüksək səviyyədədirsə müqavimət sıfıra bərabərdir. Onda dövrəmizdə eyni dövrəni çəkməyə çalışacağım, amma artıq yarım keçirici diodu orada qeyd eləməyəcəm. Çünki dediyim kimi onun müqaviməti sıfıra yaxındır. Boş yolumuz var deməkdir. Aşağıdakı qalan müqavimətlərimizi çəkək. Erdir. Bu orta hissədə şaquli vəziyyətdə bir müqavimətimiz var. Ondan sonra yuxarıda erimiz, aşağıda da eyni şəkildə başqa bir er var. Diqqət edirsinizsə, eyni dövrəni çəkdim dostlar. Sadəcə yarım keçirici diod yığışdırdım. Çünki dediyimiz kimi yarım keçirici diodun yerləşdirilməsi cəryan istiqamətindədir və düz keçiddir. İdeal vəziyyətdə olduğuna görə də bizim üçün o artıq dövrədə boş xətt rolunu oynayır. İndi bu dövrəni həll etməyə çalışacağıq şagirdlər. Bu dövrəni həll edəndə fikir verirsə burada bir dənə boş yolumuz var. Gəlin bura K nöqtəsi deyək. K nöqtəsi ilə A nöqtəsi arasında heç bir maneə olmadığına görə K nöqtəsini sürüşdürüb A nöqtəsinə yapışdıra bilərik. Düşünürük ki, K nöqtəsi buradan başlayır. İndi A nöqtəsini K nöqtəsi ilə əvəz eləyib başlasaq, onda biz görərik ki, buradan başlayanda bir yolumuz aşağı doğru gedir, bir yolumuz yuxarıdan davam edəcək, digər də bu şaquli istiqamətdə. Yəni ki, K nöqtəsindən başlayan cəryan 3 istiqamətdə gedəcək. Çəkək həmin dövrəmizi, K nöqtəsini çəkirik A-nın əvəzinə və yollarımızdan biri yuxarıdakı erdir. Bu ən yuxarıdakıdır, dairə ilə göstərirəm. Digəri şaquli istiqamətdə gedəndir. Bunu da çəkdim. Və digər yolumuz da aşağı istiqamətdə. Bax, bunu da dairəyə alıram ki, bunu da çəkdim. Daha sonra görürsünüz ki, bu şaquli aşağı doğru gələn hissə ilə aşağıdakı hissəmiz birləşəcəklər. Bunlar birləşdilər. Birləşdikdən sonra qarşılarında yenə bir müqavimət var. R müqaviməti və nəticədə onlar da birləşib gəldilər B nöqtəsinə. Və bu dövrəni artıq müqavimətini hesablaya bilərik dostlar, bildiyiniz kimi. Müqavimətimizi necə hesablayacağıq? Hər birinin müqaviməti 3 ohmdur. Hər birinin üzərinə 3 yaza bilərik. 3 paralel birləşmədir. Paralel birləşmədə sayına bölürük. 3-ü 2-yə böldüyümüz zaman 1,5 eləyəcək bu hissə. Burada 3 var. 1,5 ilə 3 ardıcıl birləşib. Ümumi müqavimətimiz olacaq 4,5. Yuxarıda da paralel birləşən 3 ohmluq müqavimətimiz var. 4,5 aşağı isə, yuxarıda da 3. Yenə paralel birləşmədə müqavimətlər fərqlidirsə, bilirsiniz ki, hasili cəmə bölə bilərik. Ona görə də olacaq 4,5 vurulsun 3, bölünsün 4,5 üstə gəlinsin 3 bərabər olacaq 1,8 ohma. Deməli, yarım keçirici diodu dövrədən kənarlaşdırdıq və dövrəmizin ümumi müqavimətini hesabladıq 1,8 ohm. 68-ci suala baxdıqda isə görürük ki, burada yarım keçirici diod tərs birləşib. Cəryan müsbətdən mənfiyə doğru gedir, amma bu oxun istiqaməti cəryanın əks istiqamətindədir. Onda bu hissədən elektrik cəryanı axa bilməyəcək. Müqavimət sonsuz olacaq. Müqavimət sonsuza yaxın olanda cəryan işleti sıfıra bərabər olur. Yəni biz artıq bu hissəni görməzdən gələ bilərik. Sanki cəryanın belə bir yolu yoxdur. Ona görə də biz burada A nöqtəsindən başlasaq, ancaq aşağı istiqamətdə gedə bilərik. A nöqtəsindən başlayıb aşağı istiqamətdə getdikdə qarşımıza bir R çıxır. Daha sonra davam edirəm, gəldim bu nöqtəyə. Bu nöqtədə gördüyünüz kimi yol ayrıcı var. Paralel birləşmə var. Yol ayrıcımızı çəkirik. Yuxarı qolumuzda R, ardıcıl olaraq 2 dənə müqavimət birləşib. Aşağı yolumuzda da təkcə R-imiz var. Yenə bu dövrəni həll etməyə çalışacağıq. Hər biri 3-dür. 3, ardıcıldan verəcək 6. Bu da 3. 6, 3
paraleldir. 6-nı 3-ə vururuq. 6 ilə 3-ün cəminə bölürük. Eləyəcək 2. Deməli bu hissədən çıxdı 2. Burada da bir ardıcıl olaraq birləşən 3 ohmluq müqavimətimiz var. 2 ilə 3-ü də toplayanda verəcək 5. Toplam bərabərdir 5. Deməli 68-in sualda cavabımız olacaq 5. Və xülasə olaraq deyə bilərik ki, bəli, əgər yarım keçirici diod ideal vəziyyətdədirsə və cəryan istiqamətində birləşdirilibsə, yəni düz keçiddirsə, biz o hissəni boş xətt kimi dəyərləndiririk, müqavimətsiz bir xətt kimi. Əgər tərs birləşmədirsə dostlar, o hissəni dövrəmizdən çıxarırıq. Tərs birləşmədə cəryan keçə bilmədiyinə görə müqavimətin çox böyük olması mənasına gəlir və o hissəni biz oradan kənarlaşdıra bilərik.